Dəyərli dostlar, sizə növbəti məsələni təqdim edirəm. Məsələnin şərti belədir. Bakıda saat 12:00-dır. Həmin gün gündüzün uzunluğu 9 saat 36 dəqiqə olarsa, günəş Bakıda saat neçədə çıxar və batar? Dəyərli dostlar, bu tipli məsələlərdə adətən standart qayda tətbiq olunur. Məsələn, Bakıda saat 12:00-dır. Bu saat, yəni saat 12:00 vaxtı gündüzün orta vaxtına uyğun gəlir. Düzdürmü? Əgər gündüzün uzunluğu şərtə əsasən 9 saat 36 dəqiqədirsə, bu o deməkdir ki, bu 9 saat 36 dəqiqənin yarısı 12-dən əvvələ uyğun gəlir, yarısı 12-dən sonra uyğun gəlir. 12-dən əvvələ gələn hissəni biz tapsaq, bu olacaq günün çıxma vaxtı. 12-dən sonraki hissəyə uyğun gələn vaxtı tapsaq, bu olacaq günün batan vaxtı. Buna görə də ilk addımda biz saat, yəni 9 saat 36 dəqiqəni 2 bərabər hissəyə böləcəyik. Bölünsün 2. Alınır ki, 9 saat 36 dəqiqəni 2 bərabər hissəyə böləndə 4 saat 48 dəqiqə alınmış olur. İndi isə bayaq dediyimiz addımları tətbiq edək. 12:00 çıxılsın, saat 4:48 bərabərdir. Saat 7:12. Saat 7:12 gün çıxan vaxtdır. 12:00 üzərinə gələk. Saat 4:48 bərabərdir 16:48. Bu isə gün batan vaxtdır. Dəyərli dostlar, tapdığımız saat 7:12 Bakı şəhərində günün çıxma vaxtına uyğun gəlir. Saat 16:48 isə Bakı şəhərində günün batan vaxtına uyğun gəlir. Bu iki cavab bizim axtardığımız cavabdır.